Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib. Hövsan Dəniz Gömrük postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 2 əməkdaşı Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin Baş Əməliyyat Müvəkkili, Gömrük Xidmət Mayoru Ənvər Həsənoğlu Tağıyev və həmin baş idarənin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın Gömrük postunun inspektoru, Gömrük Xidməti Mayoru Tahir Zöhrab oğlu Tahiri ölkəni tərk etmişdi. Həmin şəxslər məsuliyyətdən yayınmaq üçün İrana, oradan isə Ukraynaya qaçmışdılar. Unikalın məlumatına görə, Hövsan Dəniz Gömrük postunda qanunsuz siqaret qaçaqmalçılığı işi ilə bağlı ölkədən qaçan 2 gömrük əməkdaşı Ukraynada saxlanılaraq Azərbaycana gətirilib. Məlumata əsasən, onlar 26 may 2026-cı ildə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə vəzifələrindən azad ediliblər. İş üzrə Hövsan məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və daha 2 əməkdaş həbs olunub. Fərid Usubova qaçaqmalçılıq, aksiz markası ilə markalanmalı malların markasız dövriyyəsi və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Fərid Usubov general-leytenant Cəbrayıl Usubovun oğludur.